2023-cü il 18-i 11-ci ayda Leyla Medical Center'a qorxaraq bir xanım müraciət etmişdir. Aparılan müayinələr əsasında xanıma sağ süd vəzinin xərçəngi diaqnozu qoyuldu. Bunlara baxmayaraq, diaqnozun ağırlığına baxmayaraq, bizimlə mücadiləyə başlayan çox güclü bir xanımımız vardı. Bugün artıq onların üzərindən 3 il keçmişdir. Mən həkimimizin dediyi kimi qorxaraq gəlmişdim. Kimyoterapiya müalicələrinə başladıq. Uğurla keçdi. Həkimimizin sayəsində ağlaya-ağlaya, yəni pis vəziyyətə gəlməyən baxmayaraq, mən zaman-zaman bunlar hamısı yerdə qaldı. Bütün xanımlara mesaj göndərirəm ki, saç filan tökülür. Bunlar yəni əsas bizə sağlığımız lazımdır. Görürsüz, yəni göründüyü kimi mənim saçlarım da qayıdıbdır. Tamam hər şey qaydasındadır. Həkimimizin sayəsində yenə deyirəm. Şükürlər olsun da, yəni sağlığıma qovuşdum. Bir ildən sonra gələcəm müayinəyə. İnşallah, Allah bütün xəstələrin şəfasını versin. Buradan mesajımız bütün xanımlaradır. Qorxmayın, savaşın və qalib olun. Xərçəng son demək deyil.